Ümumiyyətlə, uşaqların tərbiyəsi, tüm psixoloqlar, tədqiqatçılar deyir ki, atadan və anadan asılıdır. Əziz valideynlər, siz övladlarınızın tərbiyəli böyüməsini ümumiyyətlə istəyirsiniz, yoxsa yox? Buna fərqindəlik deyirlər psixologiyada. Məlum olan sualları təzədən verirsən, fərqindəlik odur da. Bir özünə gəl, otur, bir düşün. Bəli, dildə deyəndə hamısı istəyir. Bəs bu uşaqların tərbiyəsi ilə məşğul olmayan valideynlər hardan gəlib? Azərbaycandan, Los Angelesdən gəliblər. Yox, onlar da Azərbaycanlılardır. Səndən asılıdır. Uşaq, bax sənin deyə, övlad, istəyirsənmi gələcəyi parlaq olsun? Bəli, istəyirəm. Səndən asılıdır. Nə etməli? Mən burada 5 dənə şeyi qeyd eləmişəm. Uşaqlarla bərabər yemək yemək. Bunlar nağıl deyil, bunlar həqiqətdir. Tədqiqat, 100 min dənə tədqiqat nəticəsidir. Uşağın tərbiyəsində mühüm rol oynayır. Otururlar bir yerdə, söhbət edirlər. Bunun özü uşağın tərbiyəsinə mühüm dəstək verir. Uşaqları diqqətlə dinləyin. Bilirsiniz, uşaq danışır, yersiz danışır. 15 yaşında bir yeniyetmə də ola bilir. Einstein zat deyil ki, 15 yaşı var. Gülməli olmayan bir şeyi danışır ki, qoy hamı gülsün. İmitasiya elə, sən də gül, eybi yoxdur. Gülməli deyil, pərt olmasın. Hiss eləsin ki, mən də şəxsiyyətəm. Məni dinləyirlər. Bunlar nə böyük maliyyə tələb eləyir. Demədim ki, bahalı telefon alıver. Demədim ki, hər həftə onu bahalı restorana apar. Bunu demədik. 2 dənə şey dedik. 1, yemək masasında bir yerdə oturun, hər gün heç olmasa bir dəfə söhbət eləyin. 2, aktiv dinləyin. O danışanda sizə maraqdan qulaq asın. Uşaqları təşviq edin, dəyərləndirin, sağ ol deyin, hədiyyə alın. Mən bunu bir-iki dəfə efirdə demişəm. Bəzən görürəm, etiraz edirlər ki, yox, uşağa hədiyyə alsaq, onu maddi gözləntili böyüdəcəyik. Yox, əzizim, hədiyyənin həcmi lazım deyil, bahalı olsun. Bəzən 3 manatlıq, 5 manatlıq hədiyyə ilə də o uşağın yaddaşına hopa bilər. Bunu bilmək lazımdır bir dəfəlik. Uşağın ən birinci dostu və psixoloqu, tərbiyə verən atası və anasıdır, vəssalam. Ata və ana nə edirsə, uşağın yaddaşına həkk olur. Uşaqlarına hövsələ ilə söhbət eləyin. Söhbət eləmək, dinləməkdən də bəzən çətindir. Çünki sən enməlisən uşağın dünyasına. Onun temalarında ondan gəzişməlisən. Çətindir, amma məqsədli şəkildə olmalıdır. Mən sizə bunu əmin edirəm ki, bunu edən valideynlər, demirəm, uşaqdan gözləntisi var. Azərbaycanda, bilmirəm, neçə faiz, çox az faiz ola bilər ki, valideynlər uşaqdan maddi gözləntisi olsun. Uşaq xoşbəxt olsun, valideynə yetər. Amma bunu əminliklə deyirəm ki, sonradan faydasını görəcəklər. Framing. Sən prosesdə bəzən formanı dəyişirsən, düzülüşü dəyişirsən. Məzmun yerində qalır. Amerikanın Minnesota ştatında abonentlərə mesaj göndərirlər. Əgər elektrik enerjisinə qənaət etsəniz, ildə $350 qazanacaqsınız. İkinci mesaj. Əgər elektrik enerjisinə qənaət etməsəniz, ildə $350 itirəcəksiniz. İkinci mesaj daha təsirlidir. Niyə? Çünki insan itirməkdən daha çox qorxur, nəinki bir şeyi qazanmaqdan. Bu psixoloji aktdır. İndi framing elədikdə sadəcə yerin dəyişdiyi bu cümlələrin formasını dəyişdi, məzmun eyni qaldı. Ata, valideyn uşağına onsuz da bir məktəb çantası, bir ayaqqabı, kostyum almalıdır da alır. Alırdı. Bunu formasını dəyişsin. Təqdimat məsələsi. Təqdimatını dəyişsin. Necə? Framing. Mən sənə bir kostyum alacam hədiyyə. Əgər dərsindən yaxşı nəticə alsan. Sən onsuz da o kostyumu alacaqdın. Sadəcə olaraq formasını dəyişirsən. Sizi inandırım ki, uşaq o qədər sevinir.